Salam dostlar. Neçə vaxtdır ki video gəlmir? Çünki neçə gündür ki hər şeyə başım qarışıb, yəni çox tapşırıq verirdi müəllimə həmişə. Yəni həmişə başım qarışıq olur, ona görə çox da şey eləmirəm sizi. Siz deyəndə yəni çox video ata bilmirəm. Ona görə bağışlayın. Neyse devam edeyim. Hatta bir dəfə dostumdan video çəkəcəm. Elə ya o mənim, ya da mən onun köləsi olacağım. Biraz böyüyüm, yani bir 10-15 yaşıma çatanda yine video çəkəcəm YouTube'a. Onda aksiyonlu videolar çəkəcəm. Düştü. Bir de ancaq siz niye? Ancaq belki yayda. Belki her gün video gələcək. Yani yayda demək olar şey, kanalı partladın da demək olar. O beğeni butonu var ya, beğeni butonu kırın. Ama telefon kırmayın da indi. Tek kırın diyəndə yani basın da buna. Ben boş yere sizə üçün bir gündə 4-5 tane video çəkməyim. Yani siz maraqla izleyin ki bunu. Ben sizin için çoxlu video çəkeyim. Siz yani mənə kanalıma abone olmasanız mən YouTube buraxacağım. Ona görə çalışıram belə yaxşı videolar çəkin. Oyun videoları da qoyuram hələ sizin için. Bir dəfə parka gittim. Daha doğrusu qardaşımın ad gününə gelmişdim. Gərək orada da şey eləyərdim. Video çəkərdim. Ama benim ad günümdə qəribə bir yere gedəcək. Orada video çəkib koyacağım YouTube'a. Mənə gözləyin. Ama yayda da yani. Yayda elə 26'sı mənə kompüter də alacaqlar. Bəzən olacaq o videoları oradan qoyacağım. Ya da doğrusu dayımdan öyrənəcəm. Çünki o bir dənə yerdə işdir. Orada kompüterdən zaten. Ona baxın, orada bir dənə sürüşkən var idi. Orada sürtünüm yara olub, indi pisindirdi. Çünki Fulkaya'daydı o. Kafam bu tarafı şeydi. Böyle. Ona göre indi indirdi. Düşme. Tamam düşse ben bitiririm. Havalar düzeltsin, idman videoları da şey yazam çöldə. Ve video çəkəcəm elə. Pringle'ka indi Rus dilindədir. Öz dilimizdə bilmirəm də. Onu çəkəcəm. Hətta indi biraz hava düzəlsə şey bizimkilər gələn üçün bəlkə çəkdim videonu.
qəribəyəm. Çətin şeyi eləyə bilirəm. Asan şeyi eləyəmirəm. Sigma, sigma boy, sigma boy, sigma boy. И я такая, что пипаться будет. Ne belə düşdü? Əcəb olacaq. Zarfı dedim, ayağımı çömeledim. Dostlar 6 dəqiqəlik videoda. Gələn dəfə çalışacağım biraz çox dəqiqəlik video çəkəcəm. Ona görə sağ olun. Gələn videoda görüşərik.